Əslində Türkiyə mən örnək olaraq özümüzə göstərmək istəmirəm. Çünki Türkiyədə də yaxından uzaqdan eyni sistem var, amma biraz fərqlilər var. Məsələn, Türkiyədəki 9-cu sinif buraxılış imtahanının bir məqsədi var. Orada LGS dediyimiz liseye geçiş sınavı deyilən bir sınav var ki, o iki fəndən deyil. Yenə qruplaşmış humanitar yönümlü ayrı fen bilimləri, yəni sayısalcılar dediğimiz onlar ayrı verirlər. Amma oradakı hədəf budur. Onlar 9-cu sinifdən sonra fərqli orta məktəblərə yerləşmək üçün bu imtahanı verirlər. Məsələn, orada elə orta məktəblər var ki, çox prestijlidir, təhsil səviyyəsi çox güclüdür. Tələbə o imtahanı verərək orta məktəbini dəyişir. Yəni orada orta məktəb bitir, sonra lise dönəm başlayır. Liseye geçiş sınavıdır o əslində. Yəni onlar özünə yeni bir məktəb seçir və məktəbə güclü məktəbdə oxumaq istəyən tələbələr üçün bu imtahan edilir. Amma bu mənim qəbul elədiyim sistem deyil. Türkiyədə olsa da mən düşünürəm ki, 9-cu sinif şagirdləri imtahan verməməlidir. Yəni versə belə bu imtahanı mərkəzləşdirilmiş şəkildə olmamalıdır. Bunu Təhsil Nazirliyi məktəblərdə eləməlidir və bu imtahanı məktəb müəllimləri eləməlidir. Ya niyə? Bu günlərdə bu yaxınlarda orada da negativlər olur da Bəxtiyar müəllim. Orada da rüşvət mexanizmi işləyir. İndi ona da gələcəm. Rüşvət mexanizmini yığışdırmaq bizim boynumuzun borcudur. Niyə təhsilimizi məhv eləyəkmi? Rüşvət mexanizmi var deyə və ya onu yığışdırmaq. Mən bir şey demək istəyirəm. Bu sualları tərtib olunduğu zaman məqsəd nədir? Uşaqların real biliyini yoxlamaq, yoxsa hansısa bir dolayı yolla uşaqları çaşdırmaq? Mən də onu bilmirəm. Bax 9-cu sinifdə biz gəlin sinif öyrənək. Bəxtiyar müəllim 9-cu sinif məsələsini qaldırdı. Almaniyada necədir? Türkiyədə necədir? Almaniyada indi deyəcəm sizə Elçin müəllim. Əvvəlcə şeyə gəlmək istəyirəm. Bir 3 gün qabaq bir televiziya proqramında Dövlət İmtahan Mərkəzindən Natiq müəllim çıxışı var. Çox diqqətlə izlədim o verilişi. İlk 10 dəqiqə Natiq müəllim çıxış eləyir və bilirsiniz kimlərdən danışır? Repetitorlardan, kurslardan. Bir dəfə məktəbdə dərs keçən müəllim bunu dedi. Məktəbdə dərs keçən müəllim etiraz eləyir. Məktəbdə dərs keçən müəllim dedi ki, niyə elə deyir sizcə? Niyə elə deyil? Çünki Dövlət İmtahan Mərkəzinin yaratdığı sistem məktəbi kənarda qoyub sadəcə repetitorluq kurslara və Dövlət İmtahan Mərkəzinin imtahanına hazırlıq üçün bir prosesə keçib. Ya bu gün Dövlət İmtahan Mərkəzi alternativ məktəb sistemi yaradıb, təhsil sistemi yaradıb. Alternativ məktəb sistemi yaradıb. Bu gün Dövlət İmtahan Mərkəzi deyir ki, Natiq müəllim deyir ki, dünyanın hər yerində var. Natiq müəllimi mən dəvət edirəm. Dünyanın 130 ölkəsini gəzmiş biri kimi dünyanın hər yerində onu Afrikaya qədər aparıb gəzdirə bilərəm. Gəlsin mənə göstərsin ki, 9-cu sinifə qədər hansı ölkədə repetitor yanına gedir. Birinci sinifdən başlayır bizim ölkədə. 9-cu sinif imtahanını vermək üçün. Ya bu məsələn gəlib göstərsinlər, mən görmək istəyirəm. Yəni o dünyanın hansı ölkəsidir? Afrikaya da gedər. Mən ona yaxın Afrika ölkəsində olmuşam, mən görməmişəm. Əgər Natiq müəllim görübsə, Dövlət İmtahan Mərkəzi bizim uşaqlarımızın uşaqlığın əlindən alır və bunun fərqində deyirlər. Bəxtiyar müəllim mətləbə yaxınlaşdı. Bizim gələcəyimizi əlimizdən alır, bunun fərqində deyil. Elçin müəllim, mən təmin eləmək üçün biz hər şeyi bilirik. Bizim ekspertlər ən yaxşıdır. Bizim ekspertlər deyə örnək göstərir. Hətta örnək göstərir ki, Hollandiyalı ekspertlər gəldi, bizim Dövlət İmtahan Mərkəzinin suallarına baxdı. Bəs o Hollandiyalı ekspert gəlib sizə demədimmi ki, Hollandiyada mərkəzi sistem yoxdur tələbələri yerləşdirmək üçün?